Vətəndaşın özü bilər, alar, almaz. Bax, çayla içmək üçün ən ideal nətər olur belə. Necəsiz? Xoş gördük. Salam aleyküm. Ricas, mən sizi televizorda görmüşəm. Deyirəm, xoş gördük. Yaxşı söz. Ya düz eləyirsiniz. Bax, lazımdır. Həm biz savadlanmalıyıq. Çünki biz təsadüfən düşmüşük bu ticarətə. Biliklenməliyik. Biz də nə olmalıyıq? Ona görə belə reydlər tez-tez olmalıdır. Baxırıq əslində, qiymətlərlə tanış oluruq, məhsullarla tanış oluruq. Çox gözəl. İndi bax, məsələn, mən bu məhsulu götürdüm, oxudum. Görürsünüzmü? Üzərində qeyd olunub. İstənilən halda satılan məhsulun üzərində qeyd olunmalıdır. Vətəndaşın özü bilər, alar, almaz. Bəli. Düzdürmü? Bəli. Yoxsa mənşəyi, mənbəyi bəlli olmayan məhsul satılanda... Satıcıda da vicdan olmalı. Gələndə oxumalıdır azca üstünü. Bəli, vicdan. Vicdan olmalıdır ki, Vicdan da oxumalıdır. heyf ki, satılmır da ki, kiməsə alıb hədiyyə Genetik verərsən. gələn şeydir də bir. Bəli. Allah bizim vicdanımızı qorusun. Amin, amin. Bunu alıb satırsınız yəqin. Onu al. Hə, maşallah, bazar olsun, gözəldir. Neçədir? 6 manata kilosu. Bax, çayla içmək üçün ən ideal. Gedib marketlərdə pulunuzu boş-boş şeylərə xərcləməyin. Təbiidir, gedib şokolad, konfet. Valla, gedib başqasının cibini doldurursunuz. Ən azından bu kəndlinin cibini doldurur. Görün bu papaq nətəni olma. Çox iridir, amma qəşəngdir. Sizindir. Neçədir? Şimdi bu 18 manat. Amma iridir də, xırda olsaydım elə alacaqdım, bax hələ ki. Ne bileydim sen kadar. Nə biləydim. Bunu koy. Qoy görüm, qoy görüm. Nətər olur belə? Bak kaşı. Ey Allah. Özün niyə hazırlayırsan? Özüm. Həqiqi. Yani Maşallah, bu da kişi O üçündür. Novruzlar için, kızlar için, Hə, uşaq qız. için. Bazar olsun, gözəldir, maşallah olsun.